Prezident Administrasiyasının cinayət məsuliyyətinə cəlb olunan sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsi Hikmət Əliyevlə bağlı maraqlı faktlar deyib. Dubayda böyük biznes şəbəkəsinə sahibdir. Onun işlərini Ülviyə İbrahimova adlı qadın idarə edir. Qeyd edək ki, Hikmət Əliyev 90 AA 500 dövlət qeydiyyat nişanlı 630 min manat dəyərində olan Lamborghini Urus markalı avtomobil idarə edir. Bakıda 3 nəfərin üzərinə çinar ağacı aşıb. Güclü külək nəticəsində Bakı şəhər sakinləri 2004-cü il təvəllüdlü Nəzrin Müşfiq qızı Mikaylovanın, 1993-cü il təvəllüdlü Arif Şakiroviç Xoderevin və 2002-ci il təvəllüdlü Ramil Ramisoğlu Hüseynovun üzərinə çinar ağacı aşıb. Onlar xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb. Hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Adil Eyvazov ehtiyatsızlıq nəticəsində mənzilinin eyvanından yıxılıb. Ağır xəsarətlər alan gənc hadisə yerindəcə dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.